49-cu sual. Deməli, A 2x götürəcəyik burada. X-ləri ixtisar eləsən yenə alınır 2/5. B-yə də 5x götürəcəyik. Onun ki, bilmirsən 200-dür, 500-dür və yaxud 2 milyon, 5 milyon, yəni lap 10/4 də ola bilər. 10/4 ixtisar eləyəndə 5 dikilir. Bir sözün 2x, 5x götürdük, başladıq işləməyində aparıb qoyuruq yerinə. Burada əkop 2x, 5x olur. X-i çıxardırıq. Əkobun qarşısına olur əkop. Ortaq vuruq kimi çıxartma olur o qaydamız əsasında. Əkop 2, 5. Çıx, burada da x-i çıxartdıq. 2x, 5x da bir də yazmıram da uzanmasın sual. X, əkop 2, B, əbob, üzr istəyirəm. Əbob 2, 5. Əbob 2, 5. Aha. Əbob 2, 5 bərabərdir. Neçədir orada? 54. Aha. Əkop 2, 5, 10 eləyir. 10x çıxılsın. Burada əbob qarşılıq sadətlərdə 1 eləyir. X bərabər 54. 9x bərabər 54. Oradan da x bərabər olur. 54 9-a böləndə eləyir 6. X-imiz 6. Nə istəyir bizdən? A plus B, yəni 7x istəyir. 2x üstəl 7, 5x 7x eləyir. 2x üstəl 5x. 7 vur 6. 42-dir cavabımız.